hər dəriyə gedir. Əllərimi keçmişəm, bulaşdırmışdım, elə bunu da göstərim. Çox gözəl yayılmağı var. Baxın, elə bunu belə örtdü. Yayım belə qəşəng. Həqiqətən çox qəşəngdir. Yəni bu məhsulları sevərək istifadə edirəm. Altdakı bronzer demək olar ki, yoxa çıxdı. Baxın. Qızlar, hər vaxtınız xeyir olsun. Bugün sizə öz məhsullarımı göstərmək istəyirəm. İlk növbədə saç məhsullarını göstərim. Öz baxım məhsullarını. Belə bir, telefonu tərpətdim. Belə bir argan yağı. Bu həqiqətən də möhtəşəm bir şeydir. Yəni bunu məndən kim alıbsa, satış etmirəm düzdür, amma yaxın çevrəmdən istəyənlər kim alıbsa mütləq şəkildə razı qalıb. Qatılığını göstərmək istəyirəm sizə, baxın. Qoxusu o qədər gözəldir. Saçları, yəni bərpa eləyir, yanmış saçları dəhşət bir şeydir. Yəni həqiqətən bunu istifadə edib görməlisiniz sadəcə. Saçları qidalandırır, qırıq saçları bərpa eləyir, qidalandırır, uzamasına kömək edir. Hər tərəfli, yəni elə bir ki, saçın dərmanıdır. Daha sonra belə bir şampun, bu dəfə sarımsaqlı şampun seçmişəm, qara. Saçları qidalandırır və yeni saçlar çıxardır. Yəni tökülmüş saç tökülməniz varsa istifadə edə bilərsiniz. Və keratin südü olmazsa olmazım. Saçları yuyandan sonra bu biraz qalıq çökür, bunu belə çalxalayıb istifadə edirsiniz, püskürdürsünüz. Həm saçın daramağını rahatlaşdırır. Yəni bunun sayəsində mən saçımı uzadıram, yoxsa saç daramağı qəti şəkildə hövsələm yoxdur. Bunun sayəsində həm saçları qidalandırır, yumşaldır, düzləşdirir, həm də daramağı rahatlaşdırır. Daha sonra digər məhsullarını da göstərim. Burada nə var? Burada belə bir piling var, böyük pilingi. Üzdəki əməli başlı kiri, yəni ortaya qoyur da. Necə ki beli, kürəyi, qolu falan İran olur məhsulları kir təmizləyir. Necə ki təmizləyir çirkləri bədəndən. Bu da üzdən o çirki təmizləyir. Yəni təkrar kimisə yanında etmir. Təkildə edin. Hesab biraz olarsınız. Bu məhsulları yeni almışam. Yəni bunları artıq 3 olacaq, onu da işləyirəm. Bunlardan istifadə eləməmişəm, yəni yalan deyim. Hər şeyin bir ilki var. Bu dəfə də bu məhsullardan sınıyaq. Mən o qədər də makyaj istifadə edə deyiləm deyə almamışam bu dəfə. Bu konsilerdir. Gözaltı. Tamam kimi. Bunu bərabərləşdirir. Bu da bronzerdir. Görün bunu. Bu da belə rahat. Çantada falan rahat apara bilərsiniz. Şotkası minnoşdur. Bu da bronzerdir. Bunu təbii ki az çəkirsən də. Bu mənim üçün nə qədər gedəcək. Şokolad rəngi. Bronzer birisi haralara istifadə olunur əsas yerlərə. Amma çəkərsiniz təbii ki. Mən çox çəkdim videoya görə. Bulaşdırdım mənim üzümə. Burada antioksidanlar qaldı. Yoldaşıma üzümə falan yayıldı. Və belə bir tananə. Bu səfər açıq rəngini götürdüm. Light. Çünki mənim dərim ağdır. Bunun medium da var. Medium daha tünd dərli xanımlar üçündür. Və yoğun kapatıcı var ki, o bu həm də belə məhsulları qoymaq üçündür. Ona görə bu məhsulları qoyacağım. Ayrıca hamam otağında. Belə. Bu da yerləşir. Bunu uzada bilərəm, yox bunu hamam otağına qoyaram. Bunlar da gedəcək makyaj yerinə. Bir də qızlar bunu sizə göstərim. Şampunları göstərim sizə. Şampunlar çox qatıdır. Yəni biraz tökməyiniz belə kifayət edir ki, dərindən təmizləsin saçınızı. Belə açılır. Baxın, belə bilirsiniz nə oxşuyur? Bal kimi qatıdır. Bu da dərindən təmizləyir saçınızı. Məhsullarım bu qədər. Takip atıb yorum yazmağı unutmayın.